Salam əziz izləyicilər. Mən coğrafiya müəllimi Fatimə Əzizova sizlərə bugün güvən sınağının 11-ci siniflər üçün təşkil olunmuş güvən sınağının izah videosunu çəkəcəm. Birinci sual. Mümkün buxarlanma 1200 mm, rütubətlik əmsalı isə 0,4 olarsa, ilk yağıntının miqdarını hesablayın. Öncəliklə rütubətlənmə əmsalı nəyə bərabər idi? Yağıntı bölünsün mümkün buxarlanma. Yağıntı bizdə verməyib, bizdə sadəcə mümkün buxarlama. Yəni məxrəcdəki rəqəm verib 1200 mm və deməli bizdə yağıntı yoxdur. Yağıntı boş saxlayıcı. Bu bərabərdir nəyə? 0,4-ə. Deməli, yağıntı bölünsün 1200 bərabərdir 0,4. Bunu da necə hesablayacağıq? Yağıntı bərabərdir 1200 vurulsun 0,4-ə. Bu da bərabər edəcək 480 milimetre. Cevap olacaq B variantı. İkinci sualda deyir ki, doğru sıraları müəyyən edin. Tornado qabağında yazıb tropik siklon düzdürmü? Bəli, düzdür. Demək cavabda mütləq şəkildə 1 olmalıdır. 2. Tayfun Mərkəzi Asiyada əsən, amma tayfunlar biz dedik harda əsir əsasən? Şərqi, Cənub-Şərqi Asiyada 2 səhvdir. Passat ekvatordan tropikə doğru əsir, düzdürmü? Xeyr. Passat küləkləri yüksək təzyiqdən alçaq təzyiqə, yəni tropikdən ekvatora doğru əsməlidir. Yəni 3 də yanlışdır. A variantı da gedəcək. Fön küləyi isti və quru küləkdirmi? Bəli. Sirokkolar İtaliya üçün səciyyəvidir? Bəli. Samum daimi külək deyil, xeyr, yerli küləkdir və Afrikanın şimalında müşahidə edilir. Düzgün cavablar 1, 4, 5 D variantı olacaq. 33-cü sual. Aleut novu hansı tavaların konvergen sərhədində yerləşir? Aleut novu hardadır? Şimali Amerikanın şimal və əsasən qərb sahillərinə uyğun gəlir. Deməli, Şimali Amerika tavası ilə hansı tavanın toqquşma zonasına uyğun gələcək? Sakit Okeanın cavab olacaq C variantı. 34. Buzlaq relyef formalarının yayıldığı silsilələr. Buzlaq relyef formasını bəhs ediriksə, bu hündür silsilələr olmalı. Məsələn, Burluklar hündürlüyü aşağıdır, Talış silsiləsi hündür deyil, Peştəsər hündür deyil, Ləngəbüs hündür deyil. Geriyə nə qalır? Murovdağ və Zəngəzur silsiləsi. Növbəti suala baxırıq, 35. Su erozyon və akumulyativ relyef formalarını müəyyən edin. Su erozyon yəni müvəqqəti axar və yaxud da daimi axar suların formalaşdırdığı bir relyef forması olmalıdır. Bu bir. İkincisində isə akumulyativ yazır. Akumulyativ relyef formaları yaradıcı relyef formasıdır və toplanma nəticəsində olur. Burada təbii ki, məsələn, bedlendlər arid denudasyon relyef forması və bu dağıdıcıdır. Stratovulkan ümumiyyətcə xarici qüvvənin yaratdığı bir relyef forması deyil. Təknəvari dərələr buzlaqların yaratdığı relyef formasıdır və akumulyativ deyil. Gilli karslar yeraltı suların yaratdığı relyef formalıdır. Bizə isə daimi axar sular lazım idi. Bura gətirmə konusları həm akumulyativdir, yəni yaradıcı relyef formasıdır. Suyun fəaliyyəti nəticəsində yaranır. 36. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Baxırıq. Kordilyer dağlarının mərkəzi hissəsində yerləşir. Aha. Deməli, qayalı və sahil kaskad dağların arasında yerləşməlidir. Hansı ki, bura nə aid idi? Yaylalar. Yukon yaylası, Böyük yaylası, Colorado, Kolumbiya yaylası. Daha sonra əhatə olunduğu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək onu əraziyə buraxmır. İqlim quraq olduğundan bitki örtüyü kasıbdır. Baxın, bu labirint yüksəkliyi olmayacaq. Çünki Kordilyerdə yerləşmir. Missisipi ovalığı Kordilyerdə yerləşmir. Meksika sahili ovalığı Kordilyerdə yerləşmir. Mərkəzi düzənliklər Kordilyer dağlarının şərq ətəklərində yerləşir. Yəni bu da deyil. Amma Böyük Hövzə yaylası Kordilyer dağlarının mərkəzində yerləşir. Cavab olacaq burada E variantı. 37. Mehmana və Filizçay yataqları üçün ümumi əlamətlər hansılar? Mehmana yatağı Ağdərə rayonunda yerləşir. Polimetal filiz yatağıdır. Filizçay isə əsasən Balakən rayonunda yerləşir. Bu da polimetal yataqdır. Yəni onlar üçün oxşar cəhət nə olacaq? Polimetal yataqları olması. 38-ci sual. Doğru fikri müəyyən edin. Baxırıq. Deyir ki, Baş Qafqaz silsiləsi Baba dağdan cənub-şərqə doğru tədricən yüksəlir, amma tam tərsi. Baba dağa qədər hündürdür, ondan sonra hündürlüyü azalmağa başlar. Yəni A variantı yanlışdır. Talış dağlarının ən yüksək zirvəsi Brovar silsiləsində yerləşir. Talış dağının ən hündür zirvəsi Kömürköy zirvəsidir, 2493 metr hündürlüyündə və Talış silsiləsində yerləşir. Yəni bu yanlışdır.
Daha sonra Gəyən və İncə düzləri Naxçıvanın arazboyu düzənliklərinə aiddir. Xeyr, Gəyən, İncə Naxçıvanda yerləşmir. Ona görə də düz arazboyu düzənliklərdir. Aşağı arazboyu düzənliklər, amma Naxçıvanda yerləşmirlər. D variantı Böyük Qafqaz dağları Kiçik Qafqaz dağlarına nisbətən daha az parçalanmışdır, amma tam tərsi daha çox parçalanmış olmalıydı. D səhvdir. Zəfər zirvəsi Baş Qafqazda yerləşirmi? Bəli, bu zirvə Baş Qafqaz dağlarına aiddir. Böyük Qafqaz dağlarına aiddir. Aşağıdakı fikirlərdən hansı Qərbi Avstraliya yaylası üçün doğru deyil? Baxaq, məsələn, deyir ki, səthi bərk süxurlarla örtülüdür. Qərbi Avstraliya yayladır, platformanın qalxan hissəsidir və kristallik süxurlarla örtülüdür. Yəni, həqiqətən də bərk süxurlar olacaq. Yəni, bu fikir düzdür. Quraq iqlim səciyyəvidir. Ümumiyyətcə, Avstraliya materiki böyük bir hissəsi quraq iqlimdə yerləşir. Yəni, Qərbi Avstraliya yaylasının olduğu hissələrdə əsasında səhra və yarımsəhra landşaftı ilə səciyyəvi olduğu üçün quraq bir iqlim olacaq, düzdür. Platformanın qalxan hissəsi olduğu üçün filiz mənşəli faydalı qazıntılarla zəngin olacaq, düzdür. Ondan sonra Cənub tropik xətti onu hər iki tərəfdən kəsirmi? Bəli, bu burada da görürsünüz zaten. Cənub tropik xətti Qərbi Avstraliya yaylasını hər iki tərəfdən kəsir. Seysmik cəhətdən aktivdirmi? Xeyr. Ümumiyyətlə Avstraliya materiki seysmik cəhətdən aktiv ərazi deyil. Bunun səbəbi isə litosfer havalarının sərhədlərindən uzaqda yerləşməsidir. 40-cı sual. Avropada yerləşən dağ zirvələrini seçin. Məsələn, Matterhorn piki harda yerləşir? Alp dağlarında. Dalhapiggen dağı harda yerləşir? Skandinaviya dağlarında. Mont Blanc Alp dağlarının ən hündür zirvəsidir. Deməli, burada cavab A variantıdır. Digər variantlardan məsələn Mitchell Appalaç dağıdır. Kupkal deyək ki, məsələn, Afrikada yerləşir Atlas dağlarında. Yəni, bu variant yanlışdır. Şasta vulkanı Kordilyer dağlarında yerləşir. Mitchell dedik ki, Appalaç dağlardır. Yəni, bunlar Avropa deyil. Konqur zirvəsi Pamirdir. Yəni, bu da Avropa deyil. Ona görə burada cavabımız olacaq A variantı. 41-ci sual. Qviyana yaylası üçün səciyyəvi deyil. Məsələn, A variantında deyir ki, Tepuilər yayılmışdır. Qviyana yaylasında, bəli, masavari dağlar olan Tepuilər var. Qədim dağ sisteminin qalığıdırmı? Bəli. Denudasiyaya məruz qal, bəli. Yaylalar denudasiyon mənşəli, obalıqlar isə akkumulyativ mənşəli olur. Yəni, yayla denudasiyaya məruz qalacaqmı? Bəli, qalacaq. Cənubi Amerikada mı yerləşir? Bəli. Amma Qviyana yaylasında aktiv vulkanlara rast gəlinmir. Ona görə cavab E variantı olacaq. 42. İki yarımkürədə yerləşən materiklərin fərqli xüsusiyyətləri. Öncəliklə, iki yarımkürədə yerləşən materikləri burada yazaq. Hansılardır? Şimali Amerika olacaq və Avstraliya. Avstraliya. Bu iki materik iki yarımkürədə yerləşir. Və fərqli xüsusiyyətlər. Məsələn, qütb gecə gündüzlərinin müşahidə edilməsi fərqli xüsusiyyətdir. Bəli, Şimali Amerikanın bəzi ərazilərində müşahidə edilir, Avstraliyada müşahidə edilmir. Sahillərin sakit okean suları yuması ikisi üçün oxşar cəhətdir. Çünki həm Şimali Amerika, həm də Avstraliya sahillərində sakit okean suları yuyur. Günəşin zillikdə olma prosesi hər iki materikdə baş verir. Şimala doğru havanın orta illik temperaturu azalır. Bu Şimali Amerikaya əsasən deməli, aid ediləcək. Yəni, bu fərqli cəhətdir. Ərazisində Alp qırışıqlığına aid dağlar bu sadəcə Şimali Amerikada. Çünki Avstraliya müasir geosinklinal qurşaqlarla üst-üstə düşmədiyi üçün ərazisində sadəcə qədim dağlar var. Demək, bu fərqli cəhətdir. Tropik siklonların təsirinə məruz qalır. Bunun da oxşar cəhət olacaq ikisi üçün də. Çünki Avstraliyada bir ki, Vili tropik siklonları, Şimali Amerikada isə tornado tropik siklonları müşahidə edilir. Yəni, bizim fərqli cavablarımız olacaq 1, 4 və daha sonra buna minus kərə qoyardım. 1, 4 və 5. Yəni, C variantı. Keçirik növbəti suala. 43. Xəritədə əsasən orta illik yağıntının daha çox düşdüyü əraziləri müəyyən edin. Baxaq, məsələn, Kaliforniya sahilləri əsasən soyuq cərəyanların təsirində olduğu üçün quraq olacaq. Amma Amazon şimal hissəsi, baxın, bu 3 rütubətlidir. 2 Turan ovalığıdır, quraq ərazidir. 4 Qvinya körfəzi sahilləri rütubətlidir. 5 Hindçin yarımadası rütubətlidir. Amma Qərbi Avstraliya yaylası quraqdır. Rütubətli olan ərazilər 3, 4 və 5 olacaq. D variantı. 44-cü sual. Siklon üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Birinci fikirdədir ki, Cənub yarımkürəsi üçün səciyyəvi deyil, amma siklonlar şimal yarımkürəsindədir. Cənub yarımkürəsində də müşahidə edilir. Yəni, bu səhvdir. Mərkəzində yüksək təzyiq sahəsi mövcud olur. Xeyr, siklonların mərkəzində alçaq təzyiq sahəsi müşahidə edilir. Hələ ki, 1 və 2 yanlışdır. Əslində, variantları çıxanda artıq cavab çıxır.
Şimal yarımkürəsində saat əqrəbi istiqamətin əksinə əsir. Düzdür. Buludluğu artırır, yağıntı yaradır. Düzdür. Atmosferin qapalı alçaq təzyiq sahəsinə bəli əməl edir. Mərkəzində sakit hava olmur. Mərkəzində sakit hava olan antisiklondur, hansı ki bu şəlakət adlanırdı. 45-ci sual. Eyler-Veyn diaqramına əsasən uyğunluğu müəyyən edin. Balat və Altay. Balat Şimali Amerika materikində yerləşən qədim dağdır. Altay dağları isə Asiyanın mərkəzində yerləşən qədim, amma yenidən törənmiş dağlara aid edilir. Təkrar qırışıqlığa məruz qalan yenidən törənmiş dağ Altay dağları olacaq. Kür yamacları Atlantik okeandan gələn hava kütlələrinin təsiri ilə yayda bol yağıntı alır. Söhbət təbii ki də Balasdan gedəcək, çünki Altay dağları materik daxili mövqeyə malikdir. Qədim dağlardır. Hər ikisi əslində qədim dağdır. Kaledon Hersin dağ əmələ gəlməsində yaranmışdır. Hər ikisi Kaledon Hersin dağ əmələ gəlməsində yaranmışdır. Yəni burada cavab olacaq B variantı. Ondan sonra görün, hə, B variantıdır. Hansı materiklərin ucqar şərq və qərb nöqtələri qərb yarımkürəsində yerləşir? Deməli, Avrasiya materikinin həm şərqi, həm də qərbi qərb yarımkürəsində yerləşir. Ondan sonra Şimali Amerikada həm şərqi, həm qərbi, çünki bütünlüklə qərb yarımkürəsində yerləşir. Cənubi Amerikada bütünlüklə qərb yarımkürəsində yerləşdiyi üçün həm ucqar şərq, həm də ucqar qərb nöqtəsi qərb yarımkürəsinə düşəcək. Avrasiyanın ucqar şərqinin qərbə düşməsinin səbəbi isə 180 dərəcəli meridianı keçməsidir. Ona görə bizim cavabımız burada olacaq. A variantı. Növbəti 47-ci sual. Deyir ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Burada yaylalar verib və burada əlamətlər qeyd olunub. Dekan yayləsi mussonların təsirinə məruz qalacaqmı? Bəli, Asiyanın cənubunda yerləşdiyi üçün məruz qalacaq. Platformada mı yerləşir Dekan yayləsi? Bəli, platformanın qalxan hissəsində yerləşir. Yəni bir düzdür. Meksika yaylası. Meksika yaylasında faal vulkanizm var. Bəli, var. Geosinklinalda mı yerləşir? Bəli, geosinklinal qurşaqda yerləşir. Anadolu yaylası şimaldan və cənubdan qədim dağlarla əhatə olunub. Bu artıq yanlışdır. Çünki Anadolunun şimalında Pont, cənubunda Tavr dağları var və ikisi də cavan dağlardır. Yəni 3 yanlışdır. 3-ü çıxara bilərik variantlar içərisində. Braziliya yaylası Atlantik okeandan gələn hava kütlələri təsirinə bəli məruz qalır. Filiz faydalı qazıntılarla mı zəngindir? Bəli. Düzdür. Orta Sibir yaylası. Barxanlar burada geniş yayıla bilməz. Çünki barxanlar eol relyef formalardır. Küləyin təsiri ilə formalaşırlar və əsasən səhralarda olurlar. Orta Sibir yaylası, yəni əsasən də tropik səhralarda yaranırlar. Orta Sibir yaylası isə qütbə yaxın ərazidə yerləşir. Yəni burada barxanlar yarana bilməz və yaxud da vulkanik relyef formalar ola bilməz. Çünki Orta Sibir platformadır. Yəni 5 yanlışdır. 6 Qərbi Avstraliya arid demodasiyon relyef formaları səciyyəvidir. Bu düzdür. Çünki Qərbi Avstraliyada quraq iqlim olduğu üçün, həm də hündür olduğu üçün burada müvəqqəti axar mütləq şəkildə olacaq. Amma materikin ən uca zirvəsi Qərbi Avstraliyada yerləşmir. Böyük su arzı dağlarında yerləşən Kostuşka zirvəsidir. Hündürlüyü də 2223 metrdir. Cavab burada olacaq. E variantı. 48-ci sual. Xəritə sxemə əsasən yazı yaylası, Qusar maili düzəni və Bozdağ silsilələrinə rəqəmlərə müvafiq olaraq qeyd edilir. Yazı yaylası burada yerləşir. Qusar maili düzəni burada yerləşir. Bozdur silsiləsi isə Mingəçevir su anbarından cənubda yerləşəcək. Yəni cavabımız olacaq 3, 1, 6 E variantı. 49-cu suala baxırıq. Rütubətli əmsalının daha kiçik olduğu ərazilər. Rütubətlənmə əmsalının daha kiçik olduğu ərazilər daha quraq olan ərazilərdir. Yəni quraq olanları seçirik. Burada Qobi yaylası quraqdır. Qobi səhrası burada yerləşir. Ondan sonra Əhəqar yaylası quraqdır. Afrikanın şimalında yerləşir. Mesopotamiya ovalığı quraq ərazi sayılır. Cavab olacaq burada. 1-4 Orinoco ovalığında subekvatorial iqlim qurşağı yayılıb rütubətlidir. Almanya Polşa ovalığı əsasən mülayim dəniz iqlimində yerləşir bir hissəsi. Cənub hissəsi mülayim kontinentaldır, amma yenə də quraq sayılmır, yəni rütubətlidir. Konqo hövzəsi ekvatorial iqlim qurşağında yerləşdiyi üçün rütubətlidir. Cavab burada olacaq. E variantı 1-4-6. 50-ci suala baxırıq. Yuxarıda verilmiş xətti miqyası əsasən xəritədə 30 dərəcə şərq uzunluğu üzərində 5 dərəcə şimal eni, 5 dərəcə cənub eni arasındakı məsafə neçə santimetr olduğunu hesablayın. Öncəliklə mən bilməliyəm ki, 5 dərəcə şimal və cənub enlikləri arasında nə qədər fərq var. Demək, bunların biri ekvatordan şimalda, şimal yarımkürəsində, digəri ekvatordan cənubda, cənub yarımkürəsində yerləşir. Aralardakı dərəcə fərqini tapmaq üçün toplamalıyıq. 5 plus 5 edəcək 10 dərəcə. 1 dərəcəlik meridian qövsü neçə kilometrdir? 111. Bizdə 10 dərəcə olduğu üçün onu vuracağıq 111-ə. Bu edəcək 222 kilo, daha doğrusu üzrü sayın 11.000
1110 kilometr edəcək. 1110 kilometr. Aralarındakı həqiqi məsafəni tapdıq. Bizim miqyasımız nə qədərdir? Gəlin baxaq. 1 santimetrdə 50 kilometr. 1 santimetrdə 50 kilometrdir. Biz nəyi hesablamalıyıq? Xəritədəki məsafəni. Xəritədəki məsafə nəyə bərabərdir? Həqiqi məsafə, yəni 1110 bölünsün nəyə? Miqyasın kəmiyyətindəki rəqəmi, yəni 50-yə. Burada da 111-i biz 5-ə böləndə edəcək 22,2. Cavab da burada olacaq B variantı. Daha sonra 51. Turan ovalığı hansı xüsusiyyətinə görə Küraz ovalığı ilə oxşar deyil? Yazır platformada yerləşir. Turan ovalığı platformada yerləşir, Küraz ovalığı isə geosinklinaldır və bu onların fərqli cəhətidir. Yəni burada cavab elə A variantıdır. Neft və qaz ikisində də var. İkisi də Avrasiya materikində yerləşir. İkisi də ovalıq olduğu üçün akkumulyativdir və ikisi də okeana birbaşa çıxış olmadığı üçün materik daxili mövqeyə malikdir. 52-ci sualda deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Deməli, deyir ki, Bakıda 21 Mart günü günortadır. Günorta da bilirsiniz ki, nə zamandır? 12:00. Günorta saat 12:00. 130 qərb uzunluğunda gecə yarısı, yəni gecə saat 12 düzdür? Bəli, düzdür. Çünki 130 qərb uzunluğu Bakı isə 50 şərq uzunluğunda yerləşir. Əks meridianlardır. Əks meridian olduqları üçün aralarında 12 saat vaxt fərqi olacaq. Yəni bir düzdür. Yəni bir bizim variantlarımız arasında olmalıdır. Daha sonra Bakıda əgər yaz fəslidirsə, bəli, Avstraliyada payız fəsli başlamalıdır. Yəni 2 əslində düzdür, amma qabağında baxın, yanlış yazılıb. Deməli biz 2-yi çıxardırıq. 3. 150 şərq uzunluğunda günəş batıb. Bəli, yəni demək olar ki, yaxındır da. Ona görə günəş artıq batmır. Yəni axşam olacaq da axşamdan biraz keçəcək. Ona görə də günəş batmış olacaq çoxdan. Ondan sonra 50 dərəcə şərq uzunluğu meridianı boyu bütün məntəqələrdə gecə və gündüzün uzunluğu bərabərdir. Ümumiyyətcə belə deyək, 21 Mart tarixində gecə və gündüz uzunluğu zaten bərabər olur. Yəni 4 düzdür, amma burada yanlış yazdığı üçün biz bunu düz götürə bilmərik. 5 də deyir ki, şimal qütbündə günəş şüaları 23,5 dərəcə bucaq altında düşür. Gəlin yoxlayaq. Şimal qütbü 90 dərəcə şimal enliyidir. Bu Günəş 21 Martda harda zenitdədir? Ekvator üzərində. 90 ekvator üzərində 90 dərəcə bucaq altı. 90-dan 0 çıxanda 90 edəcək. 90 çıx 0 edəcək 90. Və 90-dan təzədən 90 çıxanda edəcək 0. Yəni burada 23,5 yanlışdır. Amma yanlışın qabağında yanlış yazdığı üçün 5 düzdür. Yəni cavabımız olacaq B variantı 1, 3, 5. 53-cü suala baxırıq. Doğru olmayan ifadələri müəyyən edin. Deyir ki, buludlu havada sutkalıq temperatur amplitudu daha kiçik olur. Baxın, bu yanlışdır. Çünki sutkalıq temperatur amplitudu gecə ilə gündüz arasındakı fərqdir. Və bu ancaq quraq, aydın, bulutsuz havada keçərlidir. Yəni, fikir yanlışdır. Bizdən yanlışı istədiyi üçün götürəcək. Havanın temperaturu ilə mümkün buxarlanma düz mütənasibdir. Bəli, mümkün buxarlanma hava nə qədər istidirsə, o qədər çox olacaq. Çünki havanın temperaturu nə qədər istidirsə, su buxarı saxlama qabiliyyəti də artır. Mümkün buxarlanma budur. Bu düzdür, amma bizə doğru olmayan istədiyi üçün bunu götürməliyik. Bunu sadəcə qabağında plus yazıram ki, bu düz fikirdir. Qütb enliklərdə səhtin albedosu çox zəifdir. Albedo nə deməkdir? Əks etdirmə deməkdir. Əks etdirmə daha çox harda olur? Təbii ki də buz üzərində. Qütblərdə də bilirik ki, buzlar çox olduğu üçün, yəni albedo əslində yüksək olmalıydı. Burada zəif yazır. Fikir səhvdir, səhv olduğu üçün götürəcək. Antisiklonun mərkəzində alçaq atmosfer təzyiqi yaranır. Biz bilirik ki, antisiklon mərkəzi yüksək təzyiq zonası olur. Burada alçaq yazdığı üçün səhvdir, yəni götürəcək. 5-də deyir ki, udulan radiasiyanın miqdarı sərt örtüyünün xarakterindən asılıdır. Bəli, sərt örtüyün xarakterindən asılıdır. Məsələn, qara, tünd rəngli olanlar daha çox udacaq. 5 düz fikirdir. Materiklərin daxilinə doğru iqlimin kontinentalı azalır, yox, artır olmalıdır. Yəni 6-cı fikir. İqlimin kontinentallıq azalır. Yəni 6-cı fikir yanlışdır. Buna görə bunu götürəcək. Buludlu havada sutkalıq temperatur amplitudu daha kiçikdir, səhvdir. Qütb enliklərdə səhtin albedosu zəifdir, səhvdir. Antisiklonun mərkəzində alçaq atmosfer təzyiqi yaranır, səhvdir. Materiklərin daxilinə doğru iqlimin kontinentalı azalır, səhvdir. Yəni səhvlər olacaq 1, 3, 4 və 6.
Ondan sonra keçirik 54-cü suala. Şimal tropik xətti ilə kəsişən materiklərə aid ümumi xüsusiyyətlər. Şimal tropik xəttinin kəsdiyi materiklər hansılardır? Şimali Amerikanı kəsir, deməli, Avrasiyanı və Afrikanı kəsir. Afrika və Avrasiya. Onlara aid olan ümumi fikirlər. Mezozoiq qırışıqlığına aid ərazilər mövcud deyil, amma Şimali Amerika və Avrasiyada var. Passat küləklərinin təsirinə məruz qalır. Şimali Amerika o yəni 30 ilə 0 arasındadırsa 30-cu paralelin kəsdiyi ən azından materiklər Avrasiya və Şimali Amerika, Afrika məruz qalacaq. Fəaliyyətdə olan vulkanlar var. Afrikada da var, Şimali Amerikada da var. Avrasiya materikində də fəaliyyətdə olan vulkanlar var. Neft və qaz yataqları yayılmışdır. Bəli, yayılmışdır. Üç yarımkürədə yerləşir sözü Afrikaya aid deyil, Şimali Amerikaya da aid deyil. Çünki Şimali Amerika 2, Afrika 4 yarımkürədə yerləşir. Ekvator xətti ilə kəsişir isə Şimali Amerika materikinə aid deyil. Deməli, burada 3 materik üçün oxşar cəhət olacaq 2, 3 və 4. 55-ci sualda deyir ki, 10 dərəcə temperaturda higrometrin göstəricisi 40%dirsə, 1 metr kub havada neçə qram su buxarı var? Nəzərə alın ki, 10 dərəcədə 1 metr kub havanın doyması üçün 9 qram su lazımdır. Deməli, 9 qram nədir? 100%. 9 qram 100%dirsə, biz 40%-i tapmalıyıq da. Bunu da necə tapacaq? 9 vur 40% bölünsün 100%. Bu da nəyə bərabər olacaq? Demək, burada sıfırlar elə bil ki, gedəcək. 9 vurulsun 4 edəcək 36. 36-yı da ona böləndə 3,6 qram olacaq testimizin cavabı. Daha sonra 56. Dağın ətəyində atmosfer təzyiqi 730 mm civə sütunu, zirvədə isə 530 mm civə sütunudur. Zirvədə havanın temperaturu müsbət 5 dərəcə olarsa, ətəkdə temperatur nə qədər? Deməli, bizim bir dağımız var. Dağımızın ətəyində təzyiq 730 mm civə sütunu, zirvəsində isə 530 mm civə sütunudur. Zirvədə havanın temperaturu müsbət 5 dərəcə Selsidir. O tək-təkini soruşur. Biz təbii ki, öncə dağın zirvəsi ilə ətəyi arasındakı hündürlük fərqini tapmalıyıq. Necə? 730-dan çıxarıb 530-u. Bu da nəyə bərabər olacaq? 200-ə. Biz bilirik ki, hər 10 metrdə 1 mm civə sütunu təzyiq dəyişir. Bizdə isə 200 mm civə sütunu var. Deməli, 200-ü ona vurmalıyıq. 200 vurulsun 10 edəcək 2000. Deməli, ətək ilə zirvə arasında 2000 metr fərq var. Biz bilirik ki, hər 1000 metrdə temperatur 6 dərəcə Selsi dəyişir. Bizdə isə 2000 metr var. 2000 metrdə havanın temperaturu isə 6 vurulsun 2, yəni 12 dərəcə Selsi dəyişəcək. Zirvədə 5 dərəcə Selsidirsə, ətəkdə daha az olmalıdır. Hə, zirvədə 5 dərəcəsi isə ətəkdə daha çox olmalıdır. Daha çox olmalıdırsa, deməli 5-in üzərinə 12 əlavə edəcək. 5 plus 12 də nəyə bərabər olacaq? 17 dərəcə Selsiyə. Testin cavabı olacaq 17. 57-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Kondensasiya nəticəsində yaranır, sublimasiya nəticəsində. Kondensasiya suyun buxar halından maye halına keçməsidir. Yəni kondensasiya da maye halda olmalıdır. Sublimasiya isə suyun buxar halından bərk halına keçməsidir. Məsələn, kondensasiya burada nə uyğun gələcək? Yağış və Ş, A, E olacaq kondensasiya nəticəsində əmələ gələn. Sublimasiya nəticəsində, yəni suyun buxar halından maye halına keçməsi, buna da daha doğrusu buxar halından buz halına keçməsinə hansılar aid olacaq? Təbii ki, dolu, qar və qrov. Necədir? Ondan sonra keçirik situasiya tapşırığına. Öncəliklə gəlin mətni sizinlə bir oxuyaq. Deyir ki, dağları litosfer havalarının toqquşma sərhədində subduksiya zonasında yerləşir. Böyük ehtimal ya And ya da Kordilyer dağlarıdır. Bu dağlar zəlzələlərin tez-tez baş verməsi və vulkan püskürməsi ilə fərqlənir. Ekvator xətti ilə kəsişən A dağlarının mütləq hündürlüyü 6000-dən çoxdur. Bu dağlarda nəhəng mis qurşağı yerləşir. Bildik artıq söhbət And dağlarından gedir. Bu dağlar meridian istiqamətdə yerləşməsi aid olduğu materikin iqliminə böyük təsir göstərir. Deyir ki, dağların adını deyin. Dağın adını tapdıq And. Dağların yerləşdiyi materik isə Cənubi Amerika. Daha sonra deyir ki, dağların yerləşdiyi materik ərazisinin yanğınların düşməsi hansı okean rolu daha böyükdür? Təbii ki də Atlantik okean rolu böyükdür. Çünki Sakit okean qarşısına And dağları kəsir. Deməli, burada cavab olacaq Atlantik. Və materikdə ən quraq ərazi, təbii ki də həm də dünyanın ən quraq ərazisi olan Takanlı səhrası.
Və 60-cı sualda A dağları hansı iki tabanın subduksiya zonasında yerləşir? Bilirik ki, And dağları Naska və Cənubi Amerika materiklərinin toqquşma zonasında yerləşir. Hansı qırışıqlığa aiddir? And dağları Cavan dağdır, yəni Alp qırışıqlığında yaranacaq. Bu da olacaq Kaynozoy erası. Bu testimizin də həlli izahı bu formada oldu. Daha çox belə videoların gəlməsi üçün videonu bəyənib kanala abunə ola bilərsiniz. Fikir və iradlarınızı isə rəy bölməsində bildirə bilərsiniz. Sağ olun, təşəkkür edirəm.